Bir dərmanı qəbul etməmişdən əvvəl bunu içsəm mənə baş ağrısı verəcək və ya ürək bulanma verəcək, halımı dəyişəcək deyə düşünürsüz. Qəbul etdikdə dərhal düşündüyünüz narahatlıqları hiss edirsiniz və ya bu yemək mənə pis təsir edəcək deyən şəxs yemək normal olsa da ürək bulantısı yaşayır. İnsanlar idmandan sonra ağrı olacağını düşünürsə, əzələ ağrısını həqiqətən də hiss edirlər. Əslində burada nə dərman yan təsir verir, nə yeməkdə problem var, nə də idmana görə bədənimiz ağrıyır. Bu sadəcə nosivo effektidir. Yəni insanların gözlədiyi mənfi nəticələrini bədənində reallaşmasıdır. Ən çox rastlanan nosivo simptomları baş ağrısı, yorğunluq, bulantı və yuxusuzluqdur. Xüsusən də dərmanların instruksiyasında yazılan yan təsir xəbərdarlıqlarını oxuyan insanlarda dərman nosivosu daha çox görülür. Xüsusi bir müalicəyə ehtiyac yoxdur. İnsanların mənfi gözləntilərini azaltmaqla, pozitiv düşüncə və məlumatlarla simptomları minimuma endirilə bilər.